Ushbu görüp turgan bulaqlarınız Hazreti Beşir dövründə şu anaları 70 yaşında Hazreti Beşir babamızını dünyaya keltirdiler ve tabii ki qarılıqları səbəbli sütləri bo'lmaydi. Keyin Xudoy iltijo qiladilar, shundan keyin bu bulaq süt bo'lib akıb paydo bo'ladi. Ve şu sütdən çaqalaqlıq dövründə içib katta bo'ladilar. Shundan keyin hozirgi davrgacha chiqadi bu bulaq. Görüp tursalar zilal suv deb tiniq. Ko'pchilik shu ziyoratga hududuna kelganlar dardine davo topib ketib turibdilar. Bunun yanındaki Çınar'a gəladigan bolsaq, bundan 700 yıl əldin şu dövrdəki Mağrunun axırının rəsmi padşahı Çığatay ulusu vəkili Seyid Camalıddin tamamından qadalğan olub, Hazreti Beşir qışlağındakı en birinci çınar, yani ana çınar hesablanır. Berinə qarasazla gündüz günü ümumən quyaş düşməyən, düşsəm kəmginə düşədən cay səbəbi ətrafları şu çınar, qoz, hər kilkətdə daraqla bilən Ural tutdu. Gəlsənizlə bir baxır diliniz açıladı. 2021 yılda gəlgənimizdə yolları səl yamarlaqadı. Hazır yollarına müzət qoydular. Həm yerləri zor botdu, kökələrimizi allaşdırıb, güllə əkib, həm yerlərini taxlatdılar. Ziyarətgah hududuna gələnlər üçün köprək qulaylıq yaratdılar da. Bizim aytalarımız yenə namazxanalara işlət tutdakən. Xullas, kətdə özgərişlə boğan, ailəvi, gələmə, ziyarət etəməyəndə qoyğan bolsanızlar, bizim alal gəlsənizlə boladı. Görüb turqanlarınızı yenə bir gün şənbə günü boğan üçün ziyarətgah, ziyarətçilər bilən dola. Həmməyinə sual keçib turtdu, üylərindən sual getədilər, köpçülük şu fərzənd olmayın, final bürgənlərdən fayda tapıb yurtdakəllər birdən. Şunun üçün yenə ziyarətçiləri köp, iflas etib gəlib turğan adamlar köp, sizlərən bir olal ailələrinizdən gəlib ziyarət etib geçsənizdə boladı. İflas etib geçsənizdə, nəsib etsə şu dərdlərinizə şifa tapıb getəsizlər. Bu Hazreti Beşir maqbarasına çıxarış zina boladı, pistə dərəxti haqqında, yəni şu Hazreti Beşir babamız 90 yaşlıq çağlarında şəxsən özləri əkən əkənlər bu pistə dərəxtlarını 650 yıl boğan əkən ondan bəri. Hazıran meyvə bərəd əkən bu dərəxtlar. Gələ versək, şundan kökələm zallaşdırılğan, özü yavayı təbiət köprək əkən birdə erkələrəm əkilgən görüşləriniz mümkün, ziyarətçilərəm var, ziyarət etib getib tutdular, işgərdə kurantalar ətilib tutdu. Tağları dım ullu, tağları dım bələnd. Hətta ki, şu tağın üstündə adamlı yürüdü. Şu bələnd tağın üstünə çıqqallar var, bir 8-10 adam yürüdü. Bir an tərəf tağa isə ondan dım bələnd. Az indi telefonu yetkəzib bər ölməzdi ki mümkün. Lakin iş tağını bələndli ki, dım başqaça görünədi, həm dım tikkə çıqqan. Mənimcə bunun üstünə alpinistlərdən başqa kəmçilik adam çıxıb bilsə gərək də bu ilimiz. Bu erkək dərəxti Hazreti Beşir babamızın 90 yaşlıq çağlarında şu suyəni bürgən hassaları da, yəni rivayətlə var. Yəni ki, üşü görüb turğan tağlarınızın üstündən durub Hazreti Beşir babamız hassalarını atadılar və özünü şu şagirdlərinə aytadılar. Şu məni barıb hassam qadalğan yerə dəfn etəsilər, yəni şu göməsilər idi. Şu tağın üstündən durub hassanı atadılar, hassa gələddən şörə qadaladı. Və şundan keyin gökərib, hazıram yenə görüb dursular. Erkək dərəxti olub gökərib durdu. Yine bu ziyarətgaha gələ veriş qismi görsəniz də oladı. Pəstə Sauda rəstələrindən bir şey düşürüb ərdilər, əcayib etib. Lakin bu tağ gəllik dərəcədə telefon ekranında sizlərə yetib var durdu. Doğrusu bilməyin durmuz yine. Telefonun ekranına bir də yan vaxtı sığmayın durğandan bilsəniz də oladı. Bir yandan durub alıb ərinkanı. Şunda məli, mən misal kameraya yaxın durubman, şundan tağ mən arkamda kam idi. Bələnddə durubmu? Məndən bələnddən? Köp bələnd, ay. Tağ dım bələnd əkən. Mənimcə bu piyada çıxış qıyım mı üstünə? Bir taşla bilən oralaş başqaça tağ. Bir yan tərəflərə isə köprək şu yeyla olub, tepelikə oxşidan tağ. İş qılıb, maza qılıb, ziyarət edib, dəm alıb, kəlləni yazıb, pəs edib, ziyarət edib keçsənizdə boladı. Pəsdən sayam akıb ötkən. Keçdi şu tağların özünü qarından ərib, akıb durğan su. Düşüb, haqlağan yerlərinizdən baxlaşkən doldurub alıb içib gələ verəsilər. Suyu taptaza, təminəm ümumən gəp yox, dişlərinizi sındıradı soğuqluqu. Sizlə bilən Nəgəb Xarəzm layihəsi işinin çıraylı, Söyləm caydakı
ziyoratgohda bo'ldi va sizlarga yana bir narsani eslatib o'tishlarimiz kerak. Bu joy Qarshi davlat universiteti Shahrisabizdagi oziq-ovqat muhandisligi fakultetidan taxminan bir 50-55 minutlik yo'lda joylashgan shunday bir so'lim joy. Xudo xohlasa, bu yerda yaqinda kvotalar oshirilibdi. Sizlarning bu yerda student bo'lish imkoniyatlaringiz yanada oshdi. Bu navda ya'ni bu yerda qarang, Instagramdan bosasizlar, iqtisod bor, undan tashqari kimyoviy texnologiya bor, oziq-ovqatning har xil yo'nalishlari bor. Bemalol oliy ta'lim olib, beri ota-onalaringizdan makkalab ziyoratlar qildirib, shunday chiroyli tabiatlardan bahramand qildirsangizlar bo'ladi. Hammangizga ko'rishguncha.